Salam əzizləyicilər, xoş gördük hər birinizi. Mən Ağacan Ağayev. Bugün sizlər üçün növbəti toplanışını çəkib sizlər tanıdacağıq. İzləyicilərdən çox istəklər gəlirdi ki, təbii daşlar, muncuq, əl işləri ilə bağlı toplanışını sizlərə araşdırıb tapaq. Və sizlər üçün, sizlərin istəyi ilə bu dəfəki toplanışımız təbii daşlar, əl işləri, çanta, epoksit, qəlibləri, epoksitlərdir ki, hansı ki, əl işləri hazırlayan xanımlar var, bəylər var ki, evdən bu işləri görüb satışını həyata keçirirlər və yaxud da həmən bu məhsulların topdan satışını həyata keçirirlər bölgələrdə. Onların da tanınmasında düşünür ki, tanımağında faydalı olacağı. Mağaza adı gedir Muncuq Aləmi, yerləşir Sədərək Ticarət Mərkəzi, Şirniyyat Bazarı, sıra 12, mağaza 8. Montaj eləyərik, narahat olmayın. İndi isə keçib mağazada satılan məhsullar haqqında, çeşidlər haqqında, ümumi olaraq qiymətlər haqqında məlumat verəcəyik ki, mağaza əməkdaşı bizə detallı olaraq məlumat verəcək. Kimlər ki, bu məhsulları axtarırdı, əməkdaşlıq eləyə biləcək əlaqə nömrələrini qeyd edəcəyik. Video keçməzdən əvvəl də YouTube kanalımıza abunə olun, videonu bəyənin və ətrafınızda bu məhsulları axtaranlar varsa, onlarla da paylaşın ki, onlar da faydalana bilsinlər. Getdik. İndi isə mağaza əməkdaşı Nurlan bəy bizə ümumi olaraq mağaza haqqında, məhsulların çeşidləri haqqında, əməkdaşlıq haqqında, məhsullar hansı növləri var, çeşidlər var. Çünki həddən çox təbii daş seçimləri mövcuddur ki, növlərinə görə dəyişir. Detalları Nurlan bəy daha yaxşı bildiyi üçün məlumatı da ondan verilməyini istədik. Nurlan bəy, zəhmət olmasa, xoş gördük. Zəhmət olmasa, müştəriləri ən çox bu işdə maraqlandıran suallar nələrdir və yaxud da yeni başlayanlar ən çox nə istəyirlər? Ümumi olaraq mağazada hansı çeşid məhsullar var? Burada həm epoksit, həm çanta üçün olan məhsullar var, həm təbii daşlar var, həm də hazır təsbeh modelləri var. Evet. Ümumi olaraq giriş eləyək, ondan sonra bəzi məhsullarını göstərək, hansı ki daha çox tələbat var, qiymətləri mümkün qədər əgər imkan olarsa qiymətə deyə biliriksə, bəzilərində qiymətlərini deyək ki, çünki qiymətlərdə həddən çox soruşanlar olur. Sizə ən çox verilən suallardan birisi məsələn epoksit ilə bağlı şeylərdir. Qəliblər olsun, epoksitin özü olsun, epoksitin işlətmə qaydası olsun. Bir də ən çox verilən suallardan birisi çanta muncuqları və çanta muncuqlarının aksesuarları, zəncirləri, qulpları, əsasən elə suallar verilir. Təbii daşlarda növünə görə, fasonuna görə, düzümünə görə dəyişir. Məsəl üçün qırıq təbii daşlar əsasən aksesuar qolbaq hazırlamaq üçün gedir. Amma belə tip iri fasonlu daşlar əsasən təsbehdə istifadə olunur. Məsələn, bu elə kadrdakı ametist daşıdır. Pələng gözləri olsun, pələng gözünün başqa sortu olsun, əqiqlər olsun. Təbii daşlara daha çox maraq var. İndi yəni bir növ modda, trenddə olanda daha çox epoksitdən müraciətlər olur, yoxsa təbii daşlar daha çox istifadə olunur. Yəqin ki, ən çox müraciət edənlər hansı ki evdə bu işlə məşğul olan xanımlar var ki, xüsusi özləri düzürlər, həm çanta hazırlayırlar, həm təbii daşlardan boyunbağlar və s. kimi məhsullar hazırlayırlar. İndi ən çox misal üçün son aylarda daha çox nədir tələbat? Təbii daşlara mı, çanta məhsullarına, epoksit məhsullarına, yoxsa hamısına var? Təbii daşlar bəlkə əsrlərdir elə həmişə modda olan bir şeydir. Yəni təsbeh olsun və ya aksesuarda olsun, həmişə bu modda olan bir şeydir. Sadəcə çanta muncuqları olsun, epoksit özü olsun, bunlar təzə çıxan şeylərdir. Təzə hobi üçün ya da evdə əl işi üçün başlanılan məşğuliyyətdir deyək. İndi isə mağazaya girişdə sağ tərəfdə hazır təsbeh modellərini görürsünüz ki, təsbeh modellərinin qiymətləri neçə manatdan başlayır? Onu qeyd eləyək və topdan alış üçün, topdan alanlar üçün say varsa limiti, ədəd limiti varsa, onları da qeyd eləyək ki, izləyicilər bilsin və ona görə də müraciət eləsinlər. Təsbehlər bizdə hamısı ən ucuzu 50 qəpikdən ən bahalısı 50 qəpik misal olaraq bu sıra obje hamısı 50 qəpiklik təsbehlərdir. Yuxarı sıra 1.50, üst sıra 2.50, 1.50, üst sıra 3 manat deyə dəyişir. Təsbehlər minimum 10 ədəd alınmalıdır. Yəni yalnız topdan satışdır, dənə pərakəndə satışı yoxdur.
10 ədəd deyəndə misal üçün 50 qəpiklikdən 10 ədəd, 1 manatlıqdan 10 ədəd, 1.50-likdən 10 ədəd. Qarışıq 20 də yığa bilər məsələn, elə şeylər də var. Tamam. Bunlar isə qablaşdırma üçün istifadə olunan Təsbeh qablarıdır. Siz ipindən tutun, açılacaqlar. yeni gəlib bunlarda. Əgər siz satışını edirsinizsə, növlər çoxdur, qablaşdırıb daha yaxşı təqdim etmək üçün müştərilərə. Qiymətləri də 2.50, 2 manatdan başlayır. 5 manata kimi. 2 manat, 4 Ən manat. bahalısı o da 5 manat. Ən bahalısı isə firuzə rəng, süni dəri, qiymət 5 manat, topdan qiymət. Bunlarda da minimal ədəd sayı 10 ədəd. Minimum 5 ədəd deyək. 5 ədəd. Bəli. Burada isə bayaq qeyd etdik, Nurlan bəyin qırıq Təbii daş, daşı. qırıq təbii daş modelləridir ki, uzunluğu hardasa 100 sm qədərdir. Qiymətlər hamısı 3 manatdır, yəni. Rəngindən, ölçüsündən asılı olmayaraq Daşdan asılı gördüyünüz olmayaraq. bu vitrindəki olan çeşidlər topdan qiymət 3 manat. Növbəti haqqın məlumat verin. Buradakılar gematit daşlardır. Təzyiq daşı gedir də. Minimum alışı 5 ədəddir. Qiyməti ən ucuzu 1 manatdan 10 manata kimi dəyişir qiymət aralığı. Çox gözəl rəngləri, görüntüləri var. Bunlar da bayaq dediniz ki, boyunbağının klonlarıdır, düzdürmü? Düzdür. Təbii daş klonlar gedir. Yaxından göstərək, baxın. Rənglərinə görə çoxdur modellər. Bunlarda minimal sayı. Minimum 50 ədəd alınmalıdır. Topdan qiymətləri də 70 qəpikdir. Sapı ilə bir yerdə, ipi ilə bir yerdə deyək İlkin başlayanlar, tutaq ki, bu işə yeni başlayır. Onlara hər hansı bir güzəştlər olarmı? Yəni bizdə əslində, yəni güzəşt endirim barədə deyirsiniz. Yox, tutaq ki, indi bu yeni başlayıb müştərisi azdır. Qarışıq 50 ədəd götürə bilər, yoxsa bir rəngdən Qarışıq 50 ədəd götürə bilər. Hə, əla. Yeni başlamısınızsa və yaxud da yeni başlamaq istəyirsinizsə bu işə, mağaza tərəfindən sizə həm məhsulların seçimində dəstək olunacaq, məsləhət oluna bilər ki, hansı məhsullardan daha çox trenddədir, daha çox istifadə olunur. Yəni yeni olanlar bir qədər məlumatsız ola bilər. Nurlan bəy o dəstəyi də verməyə hazırdır ki, sizə hansı məhsulları daha yaxşı sata bilərsiniz və say olaraq da birindən deyil, eyni məhsulun rəngbərəng çeşid və çeşidləri ilə bir yerdə sizə topdan qiymətə verməkdə yardımcı olacaq. Burada isə biraz iri həcmli daşları görürük. Bəli. Belə başa salım sizə. Əsasən bunlar 8 və 10 milli olaraq bölünür. Yuxarı sıra 5 manat, aşağı sıra 3 manat. Təzə başlayanlar, dükanda satanlar əsasən 10 milli daşlarla təsbeh yığırlar, 8 milli daşlardan qolbaq yığırlar. Bunları dəst eləyib elə satırlar deyək də. Amma topdan qiymətləri məsələn minimum amma 10 ədəd alınmalıdır bunlardan. Minimum 10 ədəd. Bəli. Bu tərəfdə də elə uzağa getməmiş, bu tərəfdə də olanlar bunlar biraz bahalı daşlar sayılır. Aha. Minimum burada qiymət aralığı ən ucuzu 7 manatdan 100 manata kimi dəyişir. Son vaxtlar ən çox TikTokda, Instagramda qabağıma çıxan daşlar pələng gözü bunlar sayılır. Məndə də var bunun qolbağından. Bunlar da ölçü olaraq 100 ölçü olaraq bir də keyfiyyət olaraq dəyişir. Pələng gözündə məsəl üçün 8 manatlığı da var, pələng gözünün 4 manatlığı da var. Sadəcə bunun pələng gözünün daşın özü içərisində çoxdur deyə ona görə dəyişir qiymət aralığı. Bunlar da gözəl görsənir. Əqiq daşlar. Əqiq. Əqiq daşının milyon, bəlkə də minlərcə rəng növü var. Bu başdan o başa kimi demək olar ki, hamısı əqiq daşıdır. Bir də kəhraba. O da çox qabağıma çıxır. Kəhrabadan təsbehlər filan. Kəhrabadan təsbehlər. O kəhrabanın da növü, təbii kəhraba. Kəhraba bizdə yoxdur. Yalnız qırıq daş fasonunda var. Belə fasonunda var. Kəhraba əsasən soyuq ölkələrdə olur deyə Çində tapmaq olmur. Bu çerez məsələn Rusiya, Ukrayna elə tip ölkələrdə olduğuna görə çerez Çin, Çindən də digər ölkələrə paylanır. Bu paketlərdəki isə çanta hazırlamaq üçün. Bəli. Rənglər bir 20-yə yaxın rəngi var.
Bunlar da son əbdədir, əl işləri. Digər tərəfdə göstərəcəyik. Çantanın qolbaqlarıdır, sonra saplarıdır, iplərdir ki, onlar da siz bacarırsınızsa, heç bacarmırsınızsa YouTube üzərindən öyrənib hazır özünüzə kiçik məşğuliyyət olaraq başladı biznesinizi qura bilərsiniz. Qiymətlər də 8, ölçüləri 8 və 10 millidir. Qiymət aralığı da 6 manatdır. Rəng fərqi olmadan. Rəng fərqi olmadan bir ədəd xamilyonda qiymət fərqi var. Digərləri hamısı 6 manat. Bir çanta üçün təxminən nə qədər istifadə olunur, məlumatınız var? Bir çanta üçün bir paçka bəs edir əslində. Bir paçka məhsulla, daşla bir çanta çıxır. Bir çanta, standart ölçü çanta hazırlaya bilərsiniz. Bəli. Mayası uzaq başı olacaq 10 manat civarında, rahat 20 manata, 25 manata da yəqin ki satılır. Rahat satarsınız. Daha sonra təbii mirvarlar. Hə, burada təbii mirvarilər. Xanımların ən çox yəqin ki xoşladığı daş növlərindəndir. Elə hal-hazırda 50% endirimdədir təbii mirvarlar. Üzərindəki qiymətin yarı qiymətini 50% endirimdə. Məsələn, Çəhrayı uzunsov mirvarı 25 manatdan 12 manata. Yumru 10 milli mirvarı 55 manatdan 27 manata. 20 manatdan 10 manata, 22 manatdan 11 manata kimi mirvarilər var. Hətta 5 manata kimi də var. Xırda ölçülü. Xırda ölçülü. Biraz standartlığına görə, biraz keyfiyyətinə görə qiymətləri dəyişir. Bunlar da onlar Mayorkadır. Pambıq gedir. Pambıq mirvarı qabığı soyulmayan deyək. Onu da çox istifadə edirlər aksesuarda. Burada isə qolbaqlarda qolbaq hazırlamaq üçün istifadə olunacaq qola bağlanan hissədir. Bəli. Bunlar da topa ilə və rənglərinə görə dəyişir. İstəsəz qarışıq rəng yığa bilərsiniz. Topdanları 1 manatdır. Minimum 10 ədəd amma alınmalıdır da. Hə. Belə deyək. Bir ədədi 1 manat, düzdürmü? Bəli. Top burada da yəqin ki bir 20-30 ədəd olar. 50 ədəd. 50 ədəd. Bu hissədə isə bürc və hərflər, hərf yazılı daşlar görürsüz. Bunlar da rənginə və çeşidinə görə dəyişir. Ən çox qolbaqda istifadə olunur. Ən çox qolbaqla istifadə olunur, toxuma qolbaqlarda istifadə olunur. Malakitdir, firuzədir, əqiqdir, mərcandır. Minimum 10 ədəd alınmalıdır. Qiyməti toplamı 30 qəpikdir. Elə bir qolbağın istifadə olunmasına ən azı elə 8-10 ədəd yəqin istifadə olunur. Yox, yəni ad yazılmır. Ya baş hərfi istifadə olunur, ya da bürc istifadə olunur. 30 qəpiyə onu alırsan, məsələn Pandoralar var, məsələn bu üzrə. Pandora alırsan, qaralmayan. Bir də kvadrat muncuqlar var, onlardan alırsan. Bir yerə düzmək üçün. Aha, qolbaqda da. Sonra onu qolbağı toxuyursan, satışa hazırdır. Elə deyək. Burada həmən qolbağın zəhmət olmasa göstərərsiniz. Kristalları var. Qolbağın kristallarıdır ki, hazırlarkən istifadə olunur. İndi düzəldənlər daha yaxşı bilir. Yəqin ki, burada da ölçüsünə görə, bunlar hamısı qolbaqda istifadə olunan məhsullardır. Ölçüsünə görə yenə dəyişir burada. Uzunluğunda yəqin ki dəyişir. Bunlarda minimal qiyməti deyə bilirsəm. Qolbaqlar üçün 50 qəpikdən başlayır kristallar. Düzümü. 3 manata kimi dəyişir. Qiymətləri deyək. Burada da çanta muncuqları var, çanta qutları var. Ən ucuzu cütü 3 manatdan başlayır. 5 manata kimi qiymət aralığı var. Bir də say yoxdur, yəni istəsəz bir ədəd də ala bilərsiniz. Burada say limiti yoxdur. Say limiti yoxdur. Say limiti əsasən xırda məhsullara qoyulur, bildiyim qədərilə. Böyük məhsullarda olmur. Böyük məhsullarda rahat bir ədəd, 2 ədəd sifarişinizə görə seçib, modelini seçib, ona uyğun da çantanı toxuya bilərsiniz. Bu tərəfdə isə eboksit və onların qəlbləridir yəqin. Bəli, bəli. Saat qəlbi bizə ən çox məsələn verilən suala və ən çox satılan məhsullardan birisi epoksit və epoksit qəlibləridir. Domino daşları. Domino daşlarıdır, şahmatdır, şahmat atdıqlarıdır. Əsas məsələ də epoksitin özüdür.
Epoksit sumala 3-1 nisbət. Nənə qaçdırılır? Bu ikisi Məhluldur. aha, ikisini bir yerdə hazırlayırsınız. Məsəl üçün 3-1, yəni 30 qramın 10 qrama. Qatanda qəlibə tökürsüz. Qəlibə tökəndən sonra quruyur. 24-48 saatdan sonra quruyur. Suvenir və ya dominovuz hazırdır. Rəng vermək də olur yəqin. Rəngləri də olur. Bu yüzdədir rəngləri. Bunlardır. Litr alanda qiyməti 23 manatdır. 8 litr və ya daha çox alanda qiyməti 20 manata düşür epoksin. Burada həmin Jelkalar. jelkalardır ki, çantada Çantada istifadə olunur, bəli. Epoksit məsələn 24-48 saatdan sonra quruyur. Quruyandan sonra qəlibdən bu fasonda çıxardırsınız. Burası çıxmadı. Çıxandan sonra belə şəffaf bir hala bürünür. İstəsə içərsən rəng və ya məsələn qurudulmuş güllər qatırlar. Məsələn, online satanlar, məsələn, xanımlar, məsələn, müştəriləri onlara gəliblər, deyirlər ki, bu gülü saxlamaq istəyirəm. Gülü epoksitin içinə tökürlər. Daha kreativ bir şey. Aha. O gül orada heç vaxt solmur, həmişə qalır içində. Epoksit elə bir maddədir. O gülü misal üçün adi daşlardan filandan da istifadə edilir. Biraz maraqlı bir şeylər hazır. Olar, hər şey olar. Sizin Yəni zövqünə görə asılıdır. Zövqünüzə, ideyanıza, nə bilim, baxışınıza görə epoksitin içinə maraqlı eləmək üçün və yaxud da qiyməti qaldırmaq üçün ekskluziv nəsə bir hazırlamaq istəyirsinizsə ki, şablondan kənar satışlarınızı daha yaxşı olsun. Ona uyğun olaraq epoksitin içərisində daşlardan və yaxud da gül qurusundan, digər xırda aksesuarlardan istifadə etməklə də maraqlı bir şey ortaya çıxarda bilirsiniz. Burada bir neçə hazır növlər var ki, həmən epoksitdən hazırlanıb burada olan qəlblərdən. Bu baxın belə kül qabları. Boyalı məsəl üçün istəsə boya qata bilərsiniz, istəsə içərisinə başqa bir şey qata bilərsiniz. İstəsə şəffaf hazırlaya bilərsiniz. Şüşə materialına oxşuyur, amma şüşədən çox dözümlüdür. Çox dözümlüdür. Bu şahmatın daşı figurudur. Ona belə dairəvi təsbih yenə. İçinə saç, qan, elə tip şeylər düzəldib, təsbih düzəldib satılır. Bunlardan da yenə öz beyninizin məhsuludur da, öz fikrinizdən istədiyiniz şeyi yaradıb çıxarda bilərsiniz. Qəblərdən asılıdır. Həddən çox qəblər var, müxtəlif, daha çox tələb olunan, daha çox nə düzəldilirsə, ona aid qəblərin də hamısını buradan tapa bilərsiniz. Daha sonra isə Swarovski daşlar və onlardan hazırlanan məhsullardan üçün istifadə olunan aksesuar və təsbih hazırlamaq üçün, sırğa hazırlamaq üçün. Baxın, burada yenə də yüzlərlə maraqlı hissələrdir. Belə yeni rəqəm. Bundan nəsə yazmışdınız? Sep qurçaqları. O da görürəm. Hərfdir. Hərf. Qaralmayan hərflər deyək. Qaralmayan hərflər. Adınızı, övladınızın adını və s. Təsbihə saçaq olaraq istifadə edirlər, başlığı olaraq istifadə edə bilirlər. Əsasən elə tip istifadə olunan xırda şeylər üçün. Son olaraq sizə mağazanın əlaqə nömrəsini qeyd edirəm. Kimlər ki bu işi görür və yaxud da görməyi planlayır. Əgər bölgələrdə bu məhsulların satışını edirsiniz və yaxud da etməyi planlayırsınızsa, əlaqə nömrəsi 051 546 98 76. Nurlan bəy sizə bütün suallarınızı cavablandıracaq. WhatsApp qrupu yoxdur, lakin TikTok və Instagram üzərində aktiv paylaşımlar olunur. Yeni gələn məhsullar, hal-hazırda güncəl olan məhsullar haqqında daimi olaraq paylaşımlar olunur. Oradan da girib detallı olaraq məhsulların çeşidləri ilə tanış ola bilərsiniz yaxından və hansı məhsulu sifariş etmək istəyirsinizsə, WhatsApp nömrəyə həmən məhsulu skrin edib göndərə bilərsiniz, sifarişinizi verə bilərsiniz. Bölgələrə və şəhər daxili çatdırılmalar var ki, rahat şəkildə sifarişinizi edib məhsulu əldə edə bilərsiniz. Bu qədər. Düşünürəm ki, kimlər ki maraqlanırdı, faydalı oldu. Son olaraq kanalımıza da abunə olmağı unutmayın və bu məhsulları axtaran yoldaşlarınızla, dostlarınızla paylaşın ki, onlar da faydalana bilsinlər. Çox sağ olun Nurlan bəy, vaxt ayırdınız, detallı olaraq bizə, izləyicilərə və bizim səhifəyə bu şansı, fürsəti verdiniz. Təşəkkür edirik. İzləmədə qalın.